sözümün əvvəlində dedim ki, xanım Zəhranın necə dünyaya gəlməsi özü elə ən gözəl söhbətdir. Bu söhbət ona görə ən gözəl söhbətdir ki, böyük bir dənə dərs verir bizə. Elə bu dərs, bu mövlud dərsi olsun. O dərs də bundan ibarətdir. Yəni, əgər Allahın iradəsi hər hansı bir işin baş verməsinədirsə, bütün insanlar cəm olub onun qarşısını almaq istəsələr ala bilməzdir. İnsanlar kömək eləsələr özləri üçün rəhmət qazanacaqlar. İnsanlar kömək eləsələr özləri üçün savab qazanacaqlar. Amma kömək eləməsələr də qarşısını ala bilməyəcəklər. Çünki Allahın iradəsinin qarşısını almaq olmaz. Bu bizə onu öyrədir. Məsələn, indi Məkkədə xanımlar gəlib kömək eləsəydilər, xanım Zəhra dünyaya gələcəkdi, yoxsa yox? Gələcəkdi. Nə olacaqdı nəticə? Həmən kömək edənlərin savabı olacaqdı, onlar rəhmət qazanacaqdı, onlara təşəkkür düşürdü, onlara. Amma onlar gəlmədilər. Xanım Fatimə Zəhra sallallahu əleyhə yenə dünyaya gəldi. Amma bu səfər qeybi köməklə gəldi. Amma Allahın iradəsi baş verdi, Allahın iradəsi həyata keçdi. Bu böyük dərsdir, bu böyük məktəbdir bizim üçün. Ona görə, məsələn, sən deyə bilərsən, bundan sonra ağamız, Mövlamız, İmam Zaman ağanın zuhrunu Allah təcil eləsin. O Allahın iradəsidir ki, yer üzərinə, dünyanın sonuna bir gündə qalsa belə, Allah o günü uzadacaq. Yer üzərinə Əhl-i Beytimdən, Peyğəmbər sallallahu sözü, Əhl-i Beytimdən olan bir kişini göndərəcək. Adı adımdandır, künyəsi künyəmdəndir. O gələcək dünyanı ədalətlə dolduracaq, necə ki zülümlə dolu. Yaxşı, bu Allahın iradəsidir. Bunun insan qarşısını ala bilərmi? Əsla. Bu işə kömək eləsələr, dəstək olsaq, biz kömək eləsək, özümüz üçün rəhmət qazanacaq. Özümüz üçün savab qazanacaq. Amma birdən əgər kömək eləməsək, yenə də həyata keçəcək. Onsuz da həyata keçəcək. İndi bir dənə burada sual qalır, balaca sual. Bunu da deyim, daha bəsdir. Çox yormayayım sizi. O sual da bundan ibarətdir. O sual da bundan ibarətdir. Yaxşı, mən görmüşəm bu iradı. Keç-tez bunu sizə verəcəklər deyə qabaqlayıram. İndidən peyvəndim vuraq. Mən görmüşəm bəzilərinin kitabında yazırlar ki, bu rafizilər, yəni bizi deyirlər də, bunlar deyirlər ki, Allah Teala'nın istəyi buydu ki, Peyğəmbər salavatullah aleyh və aleyhdən sonra xəlifə Həzrəti Əli İbn Əbi Talib olsun. Böyle bizim fikrimiz budur. Düz deyirlər bizim üçün bunu. Amma sualları budur. Deyirlər ki, əgər Allah bunu istəyirdisə, bən niyə olmadı? Nə cavab verərsən onda? Hətta bəzilərin görmüşəm, bizə məsxərə eləyib bu fikrimizə. Bəzilərin görmüşəm. Alimlər kitabında yazıblar ki, rafizilərin Allahının o qədər gücü yoxdur ki, istədiyin həyata keçirsin. Fikir verir, sözə baxın. Gör nə qədər xətərli sözdür. Nə cavab verərik buna? Buna cavab verməkdən ötürü gərək mən biraz dərinə gedim, balaca, belə çox yox. Ona görə deyərlər ki, iradə, Allah iradəsi iki qismə bölünür. Heç Allah iradəsi deməyək, insan iradəsi deyək. Qoy, mən sənə bir dənə burada sözlər var, onları deyim, yadında qalsın sənin. Bax, iradə insanda nəfsi bir hissdir də, iradə etmək, yəni istək, əzm eləmək, iradə. İradə budur, həmən nəfsdə bir istəkdir, əzmdir, iradə. Mən istəyirəm, mənə deyirlər murid. Yadınızda qalar. İstəyənə nə deyirlər? Murid. O nə istəyirəm? Məsələn, mən istəyirəm su içəm. İndi iradə edirəm su içməyi. Bu su olur mənim muradım. Murad. Deməli, murad nədir? Arzu olunan, istənilən, iradə olunan muraddır. Mən isə murid. İstəyən isə murid. Murid, murad. Bunları yadda saxlayın. Lazım olacaq bizə. Yaxşı. Bəzən ola bilir ki, muridlə muradın arasında vasitə olur. Nurlan qardaşım, zəhmət olmasa mənə su gət. Mən muridəm, bu muraddır, su istəyirəm. Nurlan oldu bizim aramızda nə? Vasitə. İndi bu vasitə, mən deyən kimi getsə bunu eləsə, mən muradıma çatacam. Amma o eləməsə muradıma çatacam.
Yaxşı yadınızda saxlayın. Bu sizə lazım olacaq, sizə yox. Balalarınıza da öyrədin bunu, nəvələrinizə də öyrədərsiniz inşallah. Bu qoy qalsın yadınızda. Bu qalsın, çünki bu mühüm bir iradın cavabıdır bu. Mühüm bir iradın cavabıdır bu. Amma bir dəfə isə yox, mən ki istədiyimi özüm, vasitə istəmirəm, özüm gəldim, götürürəm, suyu içirəm, çəkirəm. Burada ola bilər ki, muradıma çatmayayım. Yox, murad, mən, o, vasitə yox, öz əlim, öz başım, necə deyərlər. Fikir verdiniz? Deməli, bəzən muridlə murad arasında vasitə olur. Bəzən muridlə murad arasında vasitə olmur. Bura qədər aydındır, gəldim mətləbə. Allah istəyir ki, biz hamımız pak olay. Allah istəyir ki, biz hamımız iman əhli olay. Allah istəyir ki, biz hamımız gözəl insan olay. İstəyir, istəmir? İstəyir. Və niyə bəzisi olur, bəzisi olmur? Onda Allahın iradəsi həyata keçmir. İstəyi həyata keçmir. Allah muriddir. Mənim paklığım muradıdır. İstəyir mən pak olum. Amma burada muridlə murad arasında vasitə var. O vasitə mənim ixtiyarımdır. Mənim seçimimdir. Mənim addım atmağımdır. Mən addım atsam, onda olacaq gözəl. Atmasam, olmayacaq gözəl. İndi mən addım atmadım, paklanmadım, yaxşı insan olmadım. Allahın iradəsinin bu zəifliyindəndir, yoxsa vasitənin zəifliyindəndir. Hansı biridir? Vasitənin zəifliyindəndir. Aydın oldu inşallah, nə demək istəyirəm? İndi bu özü, deməli Allah Teala bəli, Həzrəti Əmir əl-Muminin Əli ibn Əbi Talib əleyhiməssəlamın Peyğəmbər salavatullah əleyh və aleyhdən sonra imam, xəlifə təyin etmişdi və istəyirdi ki, müsəlmanların rəhbəri o olsun. Amma bu hansı istəyləndir? Ortada vasitə vardı. Vasitə ümmətin ümmət olmasıydı. Allah rəhmət eləsin Məhəmməd Hüseyin Şəhriyari və ona görə dedi ki, ümmət olmasa imamət də olur xanənişin. Bəli. Ümmət olmayanda imamət olur xanənişin. Deməli, ümmət vasitə idi. Ümmət gərək ümmət olaydı ki, imamət xanənişin olmasın. Və bu günləri də elə İslam aləmində baş verən hadisələr. Əgər ümmət olsa, bu hadisələr baş verə bilər. Ümmət olsa, 30 il bizim torpaqlarımız işğal altında qalardı, anabazlarımız əsir qalardı. Ümmət olmalıdır. Ondan sonra bəli o iradə həyata keçməlidir. Allah istəmir yer üzərində fitnə olsun. Allah istəmir yer üzərində fəsad olsun. Amma niyə var? Nə üçün var? Siz də bu sualı verə bilərsiniz. Ona görə ki, bəli, Allah istəyir, amma bu istəyi arasında vasitə var. İnsanlar durmalıdır, əmr bi məruf etməlidir, nəhy anil münkər etməlidir. İnsanlar öz iradəsi ilə çalışmalıdır, əl-ələ verməlidirlər. Gözəl işlərdən ötürü bir-birlərini şövqləndirməlidirlər, həvəsləndirməlidirlər. Necə Quran deyir, vəl-əsr, innəl insanə ləfi xusur. And olsun əsrə, insan ziyandadır, xəsarətdədir. İlla. Hansı insanlar ziyan görməyəcək, xəsarət görməyəcək? İlla, istisna. Bu sifətlər, indi deyəcək Allah, bu sifətləri olanlar ziyana uğramazlar. Hansılardır? İlləl-ləzīnə āmənu, iman gətirib. Və əmilu salihat, və əməli salihdirlər, salih işlər görürlər, yaxşı işlər görürlər. Və təvasav bil-haqq, və təvasav bil-səbr. Bir-birlərinə haqqı tövsiyə edirlər. Bir-birlərinə səbri tövsiyə edirlər. Sizə and verirəm Allaha. Bir-birlərinə haqqı tövsiyə eləmək və salih əməldir. Sual. Salih əməldir. Bir-birinə səbri tövsiyə eləmək salih əməldir. Allah demişdi də, ayənin əvvəlində də, o kəslər ki, iman gətirib, əməli salihdirlər, salih görürlər, qutarmışdı da. Niyə ayırdı? Niyə sonra ayırdı iki dənəni əməli salihin içindən çıxartdı? Dedi, və təvasav bil-haqq və bunları xüsusi vurğuladı. Nə üçün? Heç buna fikirləşmişsiniz. Ona görə ki, xəsarətdə olmamaq üçün, ziyana uğramamaq üçün, ziyan görməmək üçün, bir-birinə haqqı tövsiyə eləmək önəmlidir. Özə demir, haqda olanlar. Deyir, bir-birlərinə haqqı tövsiyə edirlər. Bir-birlərinə səbri tövsiyə edirlər. Biz bir-birimizə səbri tövsiyə edirik. Əksinə, səbri olanın da səbrin kəsirik. Səbri olanın da səbrin kəsirik.
o qədər ona iradə edir ki, yazıq o da səbirdən çıxır. Məcbur onu səbirdən çıxardırır. Amma Allah deyir ki, bir-birlərinə səbri tövsiyə edərlər. Bir-birlərinə haqqı tövsiyə edərlər. Haqqı tövsiyə edirik biz bir-birimizə. Bir nəfər indi ya bilərəkdən, ya bilməyərəkdən bir dənə iş görsün, bizim nəzərimizdə o səhv olsun, xəta olsun. Vay, dindən çıxardacaq onu, fasik, kafir, məl'un, bütün o nöqsanlı cəhənnəm əhlinin sifətlərini verəcək ona. Amma Allah demişdi, bir-birlərinə haqqı tövsiyə edərlər, bir-birlərinə səbri tövsiyə edərlər. Onda nicat taparsınız, onda xəsarətə uğramarsınız. Yəni, bir-birlərinə dəstək olarlar, bir-birlərinə kömək olarlar, bir-birlərinə ruh yüksəkliyi verərlər. Bu deməkdir, bir-birlərinə səbri tövsiyə eləmək. Yoxsa mən deyim sizə səbir, sən məndən səbir. Yox, bu yox. Bir-birlərinə səbri tövsiyə edərlər, yəni bir-birlərinə ruh yüksəkliyi verərlər. Da onu belə kəsməzlər onun bütün ruhiyyəsində. Yox, düzələn deyil. Bəlkə düzəldi. Yox. Sən Allaha iman gətirməmişsən. Sən imam zamanı gözləmirsən. Sən demirsən ki, mən dünya ədalətlə dolacaq. Ben nədir? Yox.